Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizlər üçün Gmail kodumuzu necə aktivləşdirə bilərik onu göstərəcəm. Bundan əvvəlki videolarımda demişdik ki, yəni orada mütləq qeydiyyatdan keçirəndə Gmailimizdə yazırıq. Elə vaxt olur ki, yazıb qeydiyyatda olan vaxtı Gmailimizi yazırıq. Elə vaxt olur ki, yazmırıq, unuduruqsa, yəni bu problem deyil. Gmailimizə necə baxa bilərik? Gəlin sizə onu göstərəcəm indi. Şəxsi kabinetimizdə, Faberlicdə şəxsi kabinetimizdən əgər bizim Gmailimiz aktivdir və yaxud aktiv deyil, ona necə baxa bilərik? Aşağıda profilimizə daxil oluruq. Yuxarıda ad soyadımızın yanında baxın ox işarəsi var ki, onun üzərinə vuranda aşağı gəlirik və burada baxın nömrəmiz təsdiqlənib. Çünki biz qeydiyyatdan keçəndə nömrəyə açar gəlir ki, o nömrəmizi təsdiq edirik. Eyni zamanda biz əgər Gmailimizi yazsaq belə, orada qeyd etsək belə, amma mütləq təsdiqləmək lazımdır. Yazmasaq belə yenə də yəni narahat olmağa dəyməz. Baxın, burada bilirik ki, artıq bizim Gmailimiz təsdiqlənib ya yox. Təsdiqlənmiş olduğu zaman yenə bax bu qaydada, yəni yaşıl rəngdə yanır və təsdiqləndi yazılır. İndi gəlin keçək, necə bunu təsdiqləyə bilərik, onu sizə göstərəcəm. Gəlirik Google-dan. Əgər desəz ki, bəs Gmaili hardan tapa bilərik? Ola bilər yeni məsləhətçilər olar, ola bilər elə xanımlar var ki, bilməz. Buradan fərqi yoxdur. Play Market olsun, Google olsun. Bizim Gmailimiz, baxın yuxarıda sizdə hərf ola bilər dairənin içində. Bunun üzərinə vurduğunuz zaman yuxarıda olan yazı sizin Gmail adresinizdir və biz onu burada yazıb təsdiqləyirik. Axtarış bölümündən faberlic.com şəxsi kabinetimizə, baxın aşağıdan şəxsi kabinetimizə daxil oluruq. Əgər öz şəxsi Gmailimizi aktivləşdiririksə, o zaman buradan öz kod parolumuzu yazırıq. Yox, əgər məsləhətçimizin Gmailini aktivləşdirirsə, onda onun açarını, kodunu yazaraq onun şəxsi kabinetinə daxil oluruq və şəxsi kabinet sözünün üzərinə vurmaqla açılan səhifədən aşağıya gəlib yenə şəxsi məlumatlar bölümünə daxil oluruq. Burada isə əlaqə məlumatları. Baxın, aşağı gəldik. Demək, nömrəmiz var, burada təsdiqlənib və aşağı gəlirik. Görürsünüz ki, burada elektron poçt təsdiqlənməyib yazılıbdır və bunu nə edirik? Burada düzəliş edirik. Düzəliş et düyməsini vurduğumuz zaman belə bir səhifə açılır və biz elektron poçt ünvanımızı bura yerləşdiririk. Bu qaydada baxın boş xanaya demək Gmail ünvanımızı yazırıq və göndər düyməsini vururuq. Göndər düyməsini vurub gözləyirik ki, həmin Gmailə kod gələcək. Baxın, orada açar gəlməlidir. Gmail adresinə açar gələcək və biz o açarı bura yazıb sonra yadda saxla düyməsini vurmaqla Gmailimizi aktivləşdirmiş oluruq ki, indi mən gözləyəcəm, məsləhətçi mənə açar deyəcək və sonra mən bunu yadda saxla düyməsini vurub Gmailimizi təsdiqləyəcəm. Bəs gəlin görək, Gmailimizə gələn kod ara gəlir, onu da göstərim sizə. Ortadan çıxış veririk ki, yəni bura təkrar qayıdıb kodu yazacağıq. Baxın, SMS bölümünə yox, Gmail poçtumuza gəlir ki, buradan daxil olub baxmalıyıq və orada 6 rəqəmli, 5 rəqəmli kod olmalıdır. Həmin kodu götürüb, baxın, təkrardan bura yazıb, yadda saxla düyməsini vurmaqla tamamlamış oluruq və sonra yenə şəxsi kabinetinizə qayıdıb baxacaqsınız ki, artıq burada təsdiqlənmir. Bu söz artıq təsdiqləndi sözü kimi yaşıl rəngdə yanacaq.